Salam hörmətli şagirdlər, biz bu gün 9-cu siniflər üçün olan 10 buraxılış suallarının izahına baxaraq, deməli, birinci 57 nömrəli sualda bizə nə deyir? Düzbucaqlığın uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsi neçə faiz azalır? Bir düzbucaqlı çəkək. Bax, bunun enini 10 götürək, uzunluğunu 20. Onda sahəsi nə olur? 200 olur da, düzdür. İndi deyir, bax, bunun uzunluğunu 40% azaldırım. 20 idi, 20'nin 40%'i neçə edir? 8. 20'nin 8 azaldığında olur 12. Enini isə 20% azaltdıqda 10'dur eni, onun 20%'i 2 edir. 2 də azaldığında neçə edir? 8. Onda sahəsi nə olacaq? 8 12'ye vururam 96. Deyir, indi sahə neçə faiz azalır? Əvvəlcə 200 idi. O 200 mənim üçün neçə faiz idi? 100%. İndi 96 görək bizim üçün neçə faizdir? X. Buradan çarpaz vursaq X alacaq 48%. Əvvəlcə 100% idi. İndi olub 48%. Onda neçə faiz azalıb? 52% azalıb. Bu da olur. Hansı bənd? A bəndi olur. Keçdik 58 nömrəli sualı. 58'də bizə nə deyir? Deyir, kubun tenini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Bax, belə idi. Kubun tiri A olsun. Onda həcmi nə olacaq? V bərabərdə A kubu olacaq da, düzdür. İndi deyir, bu tiri 2 dəfə azaldıram. Onda bölürük də, düzdür. A bölü 2 olur. Onda həcmi nə olacaq? A kubu bölü 8 olur, düzdür. İndi A-nın yerinə elə ki, gətirdim, A bölü 2'ni yazdım da. İndi həcm neçə dəfə azaldı? Bir məxrəcdə 8 varsa 8 dəfə azaldı. O da oldu. Hansı bənd? A bəndi. Keçdik bu 59'a. 59'da bizə nə deyir? Deyir ki, bax, burada nə deyir bizə? Deyir ki, AB açıq bucaqdır və COAB-yə perpendikulyardır. Yəni, bura 90 dərəcədir. Buranın verifti gözü 25 dərəcədir. Bizdən AOD bucağını istəyir. Burada X-dir. Bunların hamısının cəmi bizə nə vermədi? 180. Düzdür. Yəni 59'da X plus 25 plus 90 bərabər olmalıdır nəyə? 180'ə. Düzdür. Buradan X də bərabər olur neçəyə? 65 dərəcəyə. O da olur hansı bənd? C bəndi. Keçdik 60 nömrəli suala. 60'da bizə nə verir? Bax, orada gəl yazaq şərtini. M kvadratı çıxaq 5n. Çıxaq nədir? Mn üstə gəlir 5m. Məxrəcdə də nə verir bizə? 25 minus m kvadrat. Burada necə edirəm? Bax, bu birinci ilə üçüncüdən m-ə ortaq vuruq çıxarsam qalır nə? Deməli qalır m minus n qalır. Düzdür. Çıxaq bu ikisindən də, bax, bu ikisindən də 5'i ortaq vuruq çıxarsam qalır nə? M minus m. Məxrəcdə də nə yazaram? 5 minus m vuraq nə? 5 plus m yazaram. Bax, indi burada nə edirəm? Sürətdə birinci mötərizə ilə işim yoxdur. M vuraq, m minus n-dir. Və ikinci mötərizədə m-lə n-in yerini dəyişdirim. O da dəyişdirəndə çıxma olana qarşı mənfi çıxır. Bu mənfi də bax, bu mənfini bu çıxmanın üstə gəlmə edir. Üstə gəlib 5 vuraq, m minus n olur. Məxrəclə də işim yoxdur. 5 minus m vuraq nə? 5 plus m. Aha, buradan sürətdən biz nəyə ortaq vuruq çıxarda bilərik? Sürətdən m minus n-i ortaq vuruq çıxarsam qalır nə? M plus 5 qalır, düzdür. Burada da nədir? 5 minus m. Burada nədir? Vuraq 5 plus m-dir. Bunlar da ixtisar getdi. Qaldı nə? M minus n. Məxrəcdə də qalır 5 minus m. Bu da olur. Hansı bənd? B bəndi olur. Keçdik növbəti suala. Deməli 61 nömrəli sual. 61'də nə tələdir? 61'də bizə veribdir ki, 3 vuraq. X minus 2 bərabərdir nəyə? 6'ya. Hər tərəfi 3'ə bölsə x minus 2 bərabərdir 2'yə. X də bərabər olan neçəyə? 4'ə. Bu da olur. Hansı bənd? C bəndi. Keçdik bu versinə 62'yə. 62'də bax, bunları tərəf-tərəfə toplayaram. Oradan y-lər gedər. Bax, bu y-lər gedir. Qalır nə? 3x bərabər olur 6'ya. X də bərabər olur neçəyə? 2'yə. Bizdən də x istəyirdi. O da 2'dir. B bəndi. Sonra keçdik burada 63'dir. Hansı nöqtə funksiyanın qrafik üzərində? Üzərindədir deyirsə, bu D bəndi olacaq 63'də. Niyə? Çünki x mənfi 5'dir, y də neçədə? 16'dır. Aparıb yerinə yaz, orada 16 bərabərdir mənfi 2 vuraq mənfi 5 üstə gəl 6. Görsən ki, burada 16 bərabərdir 16 alınır. Yəni bu ö dəyər bunun üzərində olur. Və salımı da oldu hansı bənd? D bəndi. Keçdik 64 nömrəliyə. 64'də bizə nə verib? Əkob 18 36 üstə gəl əbob 11'dir. 18 36 əkob ilə 36 olur. Əbob 11 isə bizə 1 verir. Niyə? Çünki 10 ilə 11 ardıcıl ədəddir. Ardıcıl ədədlərdə qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərində əbobu 1'ə bərabərdir. 36'nın üstündə 1 neçə edir? 37.
Keçdik buradan növbəti 65 nömrəli sualı. Burada biz bir tənasüb görürük. Tənasübü də çarpaz vursaq və bu şəkildə vursaq nə olacaq? 15x bərabərdir nəyə? 5 vuraq 21-ə. 5 ilə 15 ixtisar getdi 3, 1. Üstündə 21 ixtisar getdi 7, 1. X də bərabərdir neçəyə? 7-yə. Bu da olur hansı bənd? C bəndi. Sonra keçdik 66 nömrəli sualı. 66-da bizə nə deyir? Deyir, 2 natural ədəddən təsadüfən seçilmiş birinin sadə ədəd olması ehtimalı tap. Deməli, bizim mümkün hallarımız burada 10-dur. 10 natural ədəddən hansılar sadələrdir? 2-dir, 3-dür, 5-dir, bir də 7-dir. Deməli, bizim burada 4 dənə əlverişli halımız var. Onda bunlar da 2-yə ixtisar gedir, qalır 5-də 2. Bu da olur hansı bənd? E bəndi olur. Sonra keçdik digər 67 nömrəli suala. 67-də mərkəzi O nöqtəsində olan çevrədə ABO bucağı, yəni bax bu bucaq 22 dərəcədir. ACO bucağı, yəni bax bu bucaq 28 dərəcədir. Bizdən BAC bucağını istəyir. Bilmirəm, burada x-dir. Bura x-isi onda bax bunun qarşısındakı qövsün dərəcə ölçüsü olacaq nə? 2x. Çünki o BAC bucağı daxilə çəkilmiş bucaqda, o da söykəndiyin yarısı olur. Burada onda 2x-dir, çünki bu mərkəzi bucaqdır. Mərkəzi bucaqda söykəndiyi qövsə bərabərdir. Mən də belə bir qayda demişdim ki, həmişə bax bu tipli şəkillərdə o 2x o içəridəkilərin cəminə bərabər olur. Yəni 22 üstəgəl 28 üstəgəl x-ə. Bu x-i bu tərəfə keçirsəm, olur x-də bərabər olur neçə? 50 dərəcə. Bu da olur hansı bənd? A bəndi olur. Keçdik 68 nömrəliyə. 68-də deyil tərəfi 12 olan kvadratın perimetrini tap. Kvadratın perimetri 4 ilə tapılır. 4-ü də 12-yə vurur. Amma deyil neçə? 48. Bu da olur hansı bənd? D bəndi. Keçdik deməli 69 nömrəli suala. 69-da görə bizə nə deyir? Veribdir ki, sürətdə 56 vuraq nə? Mənfi 15. Məxrəclərdən verib 14 vuraq 20 minus 5 vuraq 10. Burada 56 ilə 14 ixtisar getdi. Burada 4, burada 1. Deməli, burada da nə olur? 4 vuraq mənfi 15. Mənfi 15. Mörtəzənin içi də bizə nə verir? Mənfi 30-u verir də. 5-i 10-a vurursan 50, 20-dən də 50-dən çıxanda mənfi 30. Bunlar ixtisar getdi. Burada 1, burada 2. 4-ü də 1-ə vurub 2-yə böləndə neçə edir? 2 edir. Deməli, bu da olur hansı bənd? E bəndi olur. Sonra keçdik buradan 70 nömrəli suala. 70-də bizə nə deyir? Deyir ki, bax bu çoxaylığın vuruqları ayrım. Biz burada görürük ki, hər ikisində ortaq vuruq nə var? X plus Y. X plus Y-i ortaq vuruq kimi çıxarsaq, qalır orada nə? C minus D. Bu da olur hansı bənd? A bəndi olur. Keçdik buradan, deməli, 71 nömrəli. 71 buradaymış. Aha. Deməli, 71-də bizə nə deyir? Deyir ki, bax, ABC çoxluqları veribdir. Bizdən A kəsişir B, fərqi C-ni deyir ki, tapcının. Bax, burada əvvəlcə biz A ilə B-ni kəsişdirəcək. Kəsişdirəndə, A ilə B-ni kəsişdirəndə hər ikisində olanı götürür. Hər ikisində olan da 1-dir, 2-dir, bir də 5-dir. Təzədən bundan C-ni çıxacaq. Bundan da C-ni çıxanda, ki, bax, burada olub, kəsişmədə olub, C-də olmayanları götürəcək. O da bilirsən, hansılar olacaq? Deməli, 2 ilə 5 olacaq. O da olur hansı bənd? B bəndi olur. Sonra keçdik buradan 72 nömrəli suala. 72-də görə bizə nə deyir? Bax, bunların açılışını mən yazaram. Birincinin açılışı olur 10A üstəgəl 1. Üstəgəl ikincinin açılışı 10B üstəgəl A olur. Bərabərdir nəyə? 88 vuraq nədir? A minus B-dir. Düzdür. Buradan olur 10A ilə A neçə edir? 11A. Düzdür. B ilə də 10B nə edir? 11B. Bərabərdir nəyə? 88 vuraq A minus B-yə. Bax, buradan 11-i ortaq vuruq çıxarsam, olur 11 vuraq A plus B bərabərdir nəyə? 88 vuraq A minus B-yə. Bununla bu ixtisar gedir. Burada 1, burada 8 qalır. Biri A plus B-yə vuranda A plus B bərabərdir nəyə? 8A minus 8B-yə. 8B bu tərəfə keçir, A da bu tərəfə. Onda nə olur? 7A bərabər olur 9B-yə. A-nın qarşısında burada neçə var? 9 var. Onda A-mız 9-dur. B-nin qarşısında neçə var? 7 var. B-mizdə 7-dir. Bizdən AB ədədini istəyir. O da olur neçə? 97. Vəssalam. Keçdik buradan digər 73 nömrəli suala. 73-də bizə nə deyir? Deyir ki, qarşı təpələrindən biri koordinat başlanğıcındadır. Deməli, digəri isə B8-8 nöqtəsində olan kvadratın sahəsini tapır. Bir təpə nöqtəsi kvadratın koordinat başlanğıcındadır. Digəri isə 8-8 nöqtəsindədir. Bax, x-i 8-dir, y-i nədir? -8-dir. Aha, bunların kəsişməsi bura olsun. Bax, B nöqtəsi də buradadır.
Düzdür. Bizə deyir bu kvadratın sahəsini tap. Bax, buradan bura kimi məsafə nə qədərdir? 8-dir. Buradan buradan məsafə 8-dir. Onda deməli bu kvadratın tərəfi nədir? 8-dir. Onda sahədə tərəfin öz-özünə hasil olur, yəni 2 dəfə. O da yəni A kvadratda belə deyək. 8-in kvadrat neçədir? 64. Cavab olur 64. Keçdik indi buradan 74 nömrəli suala. 74-də bizə nə verib? 2 vuraq. O mötərizənin içində bax, bunun məxrəci 1 olan kimi baxsaq, ortaq məxrəci gətirsək mötərizənin içində olacaq 2-də, deməli nə olur? 2 tam %85-in kvadratı, üstə gəlir 7 tam %15-in kvadratı, üstə gəlir nə olur orada? 2 vuraq 2 tam %85, vuraq 7 tam %15. Bu da nəyə bərabər olur? Bax, buradan 2'lər gedir. Bu da görürəm ki, bax, 2 tam %85 üstə gəl 7 tam %15'in kvadratının açılışıdır. Bu da bizə 10'u verir. 10'un da kvadratı neçə edir? 100. Cavab 100 olur burada da. Keçdi indi buradan 75'ə. 75'də bizə nə verir? Deyir x, y, z natural ədədləri üçün. Bax, bunlar deməli nədir? Natural ədədlərdir. X vuraq y 6'dır. Sonra nə verir bizə? Y vuraq z bərabərdir neçə? 18'ə. Bizdən x plus y plus z-in ən kiçik qiymətini istəyir. Burada necədir ki? Bax, bunu gəl 1 götürək. Bunu 6, buradan da bu 6'dır, bu 3 olur. Məsələn, bunların da hasili 18, burada da hasil 6 olur. Burada da gətirib cəmləyəndə 1 üstə gəl 6 üstə gəl 3. Bu da bizə nəyə verir? 10. Ən kiçik qiymət 10 olur. Keçdik digərinə 76 nömrəli suala. 76'da bizə deyir ki, bərabər tərəfli LMN üçbucağının sahəsi, deməli bu LMN üçbucağıdır. Bunun sahəsi deyir ki, ABC üçbucağı var, bərabər tərəfli. Bunun sahəsindən 16 dəfə böyükdür. Onda bunun sahəsi S-dirsə, bu 16 S-dir. Deyir ki, PABC, bax bunun perimetri neçədir? P2 olsun, 9'dur. Perimetr 9'dursa, onda tərəf 3'dür də. Deməli, bu bərabər tərəfli üçbucaqdır. Bizə deyir ki, bax bunun tərəfini tap, yəni A1. Biz də belə bir, bunlar oxşar, fiqurlar deyən oxşar üçbucaqlardır. Bilirik ki, S1 bölək S2 bərabərdir A1'in kvadratı bölək A2'in kvadratına bərabərdir. S1'imiz 16S'dir, S2'miz də S'dir. Bərabərdir nəyə? A1'in kvadratı bölək neçəyə? 9'a. Buradan S'lər getdi və çarpaz vurduq. A1'in kvadratı bərabərdir 144'də. A1 də neçə olacaq? 12 olur. Məsələn, deməli, elementin üçbucağın tərəfi neçəymiş? 12 imiş. Keçdik 77 nömrəli suala. Bizə x, y ədədlərini verib. Bizdən nə istəyir? X vuraq y, məxrəcdə də x plus y ifadəsini istəyir. Bu sürətdə bunları x, y vursaq kvadratlar fərq alacaq. Yəni 25 çıxaq 24 alacaq. Məxrəcdə də cəmləyəndə orada anlaşaq 10. O deyir neçə? 10'da 1. O da bizə nəyə verir? 0,10'da 1'i verir. Sonra keçdik buradan 78 nömrəli. 78'də bizə nə deyir? Deyir 2 eşikdə birlikdə 50 kilo qənd var. Bu birinci eşik, bu ikinci eşik. Deyir hər gün birinci eşikdən 3 kilo, ikincidən 2 kilo qənd götürülür. 6 gündən sonra eşiklərdə bərabər miqdarda qənd qaldı. Əvvəlcə deyir birinci eşikdə neçə kilo qənd var idi. Deyir məsələni tənlik qurmaqla və ya tənliklər sistemi qurmaqla həll edin. Bizdən soruşur ki, birinci eşikdə nə qədər qənd var idi? Bilmirəm, x-dir. İkisində bir yerdə 50 kilo idisa, birincidə x-dirsə, onda ikincidə 50 minus x-dir. Düzdür. İndi birincidən hər gün neçə kilo götürülür? 3 kilo götürülür. Onda 6 günə 18 kilo götürüləcək. İkincidən də hər gün 2 kilo götürülürsə, onda 6 günə 12 kilo götürülür. Və deyir, bunlar bir-birinə nə olur? Bərabər olur. Yəni, x minus 18 bərabərdir nəyə? 38 minus x-ə. Bunu keçirdim bu tərəfə, bunu da keçirdim bu tərəfə. 2x bərabərdir 56-ya, x də bərabər olur neçə? 28. Bizdən deyil, x-i soruşurdu. Deyil, birinci eşikdən neçə kilo qənd var idi? O da 28 olur. Keçdik 79 nömrəli suala. 79'da bizə nə deyir? Deyir, satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdı. O, bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edirsə, ən azı neçə şar alıb satmışdır. Bilirəm, neçə şar alıb satıb, bilmirəm, x olsun. Bu 12 qəpiyə alıb 15 qəpiyə satırsa, onda burada belə deyək də, bax, şarların sayını x götürmüşəm. 12 qəpiyə alırsa, onda 12x belə deyək də pul verir. Satanda da 15x-ə satırsa, satanda, onda buradan 3x bunun gəliri olur. Və burada deyir ki,
satış zamanı 5 şar partladılıbdır. Düzdür? 5 şar partladılıbdır. Onda bu deməli bu gəlirdən belə deyək də bu gəlirdən onda deməli 5 şar partlayıbsa bu satanda da 15 qəpiyə satırdı. Deməli onda bu gəliri 75 qəpik nə olubdu? Azalıbdı. Belə deyək də, bax bunu tam izah formasında belə deyim də. Bax bu 15x-ə satırdı, düzdür? İndi bu gəliri tapanda bundan bu maya dəyərini çıxırıq. Bir də burada bu axı 5 şarda partlayıbdı. Deməli onda satanda da 15 qəpiyə satırdı. Onda bu deməli 75 qəpik nədir? Bu ziyandadır. Və deyir gəliri 6 manatdan nədir? Çox olur. Yəni 1 manatımda 100 qəpikdə 6 manat, yəni 600-dən çox olur da, düzdür? İndi burada nə edirik? 3x bu 75-də keçirdirəm bu tərəfə böyükdür 675-dən. X də böyük olacaq neçədən? 225-dən. Onda bizdən də deyir ki, ən az neçə şar alıb satıbdır? Bu da 226-dır. Vəssalam. Sonra keçdik buradan 80 nömrəli suala. Deyir ki, düzbucaqlı üçbucağın katetərindən biri digərindən 2 cm böyük, hipotenuzun uzunluğundan isə 2 cm kiçikdir. Belə eləyib bir düzbucaqlı üçbucaq çəkək. Bu deyir biri digərindən katetərdən 2 cm böyükdür. Onda biri x-dirsə digəri x plus 2-dir. Deyir ki, hipotenuzdan isə 2 cm kiçikdirsə onda hipotenuz x plus 4-dür. Bu üçbucağın hipotenuzunu deyir tapın. Bax Pifagorla gedərək. X-in kvadratı üstəgəl x plus 2-nin kvadratı bərabərdir nəyə? X plus 4-ün kvadratına. Bunu açsaq x kvadrat üstəgəl x kvadrat üstəgəl 4x üstəgəl 4 bərabərdir nəyə? X kvadrat üstəgəl 8x üstəgəl 16. Buradan x kvadratları getdi. Bunları da keçirsək bu tərəfə olur. X kvadrat çıxaq 4x çıxaq neçə olur? 12. Bərabərdir nəyə? 0-a. Burada da nə olacaq? x1 plus x2 birlik bərabərdir nəyə? 4-ə. x1 vuraq x2 də bərabərdir nəyə? Mənfi 12. Bu da bizdə bilir ki, mənfi 2 ilə 6 olur da, toplayanda 4, vuranda da mənfi 12. Biz də x-i burada nə götürərik? 6 götürərik. Çünki tərəf mənfi ola bilməz də. Onda hipotenuz istəyir, o da 6-nın üstündən 4 kəndə neçə edir? 10 edir. Cavab olur 10. Sonra keçdik buradan növbəti sonuncu sualımıza, 81 nömrəli sual. Bizə deyir ki, şəkildə verilən fiqurda BC parçası, bura C-dir. Aha. Deməli, BC parçası mərkəzi 10 nöqtəsində olan yarım çevrənin diametridir. Deyir, BC qövsünün uzunluğu, BC qövsün, bax, bilsən hansı qövsdür? Bax, bu qövsdür. Bax, bunun uzunluğu deyir 4π'dir. Yəni, onda belə deyək də, qövsün uzunluğu hansı düsturdan tapırıq? Pi alfa bölək nədir? 180-dən tapırıq da, düzdür. İndi o da gətirib yazarım, 4π bərabərdir. Pi vuraq. O qövsün dərəcə ölçüsü də neçə olacaq? 180 olacaq da, düzdür. Niyə 180 olur? Çünki belə deyək də, yarım çevrədə ona görə. Pi r vuraq nədir? 180 bölək 180. Buradan 180-lər getdi, pi'lər də getdi. R də bərabər oldu 4-ə. Radius deməli neçədir? 4-dür. Aha. O da deyir neçədir? 6-dır. Sonra bizə nə deyir? Deyir ki, AB ilə də AC bir-birinə bərabər olursa, verilən fiqurun sahəsini tap. Bax, mən əvvəlcə bu yarım hissənin, bax bu yarım çevrədə, bax bu hissənin sahəsini taparam. Deməli, S bərabərdir PR kvadratına əsasən, belə deyək də, ümumi sahəni taparam, radius 4-də axı. 4-ün kvadratı neçə edir? 16 pi edir. Amma o yarım çevrət deyən, bax bu hissənin sahəsi olacaq nə? 8 pi olacaq. İndi, bax bu biri üçbucağın sahəsini necə tapıram? Bax bu, burada elə ki, bu hündürlüyü olur da, hündürlüyü olur. Tərəf də neçədir? 8-də. Onda S bərabərdir 2-də 1 AH-a əsasən, 2-də 1 AH-a əsasən olur 2-də 1 vuraq, 8 vuraq, neçə 6. Bunlar da ixtisar gedir 4, 1, bu deyilir 24. Ümumi onda sahəmizdə olacaq nə? Deməli olacaq 8 pi üstəgəl 24 olacaq və cavab da budur.